hı. Deməli, yerində atılıb düşür, ayaqları bir yerdə irəli doğru tullanır. Bu hansı yaşa aiddir və hansı əsas standarta aiddir? Yerində atılır, düşür. Bəli. Atılıb düşür, ayaqları bir yerdə irəli doğru tullanır. Fiziki inkişafa aiddir. Bəli. 4-5 yaş. Yox. 4-5 yaşda açar söz olaraq nə demişdim mən? İrəliyə doğru tullanır. Tullanır var idi, amma sağ və sol ayaq üzərində tullanırdı. Burada sağ və sol açar sözü idi. Amma burada deyir ki, ayaqları bir yerdə irəli doğru tullanır. Artıq ayaqlar bir yerdədirsə, bu 2-3 yaşa aiddir. Bir yaşları qarışdırıram müəllimə. Yox, açar sözlərlə yadda saxlasan, yadda qalacaq. Həm də belə sual-cavab tez-tez eləyəcəm ki, bu alt standartları belə yadda saxlaya biləsiniz. Daha sonra topu döşəmə üzərində diyirlədir. Bu artıq 1-2 yaş. 1-2 yaşa aiddir. Hansı əsas standarta aiddir? Birinci standartımız fiziki inkişaf sağlamlıq. Bəli, fiziki inkişafa aiddir. 1.1.3 standartına. 3 dənəsi bir yerdə olanda nə olurdu? Rəqəmlərin. Alt standart. Alt standartlar. Bir dənə olanda nə olurdu? Məzmun xətti. Bəli. İkisi bir yerdə olsa? İkisi bir yerdə olsa, məzmun xətti, alt standart, məzmun xətti, məzmun xətti, əsas standart, alt standart. Bəli. Məzmun xətti, əsas standart, alt standart. İndi mən əsas standart olaraq sorursam, deyəcəksiniz ki, 1.1 standartı. Yəni bu əsas standart. Amma alt standart olaraq sorursam, deməlisiniz ki, 1.1.3 standartı. Daha sonra topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Hansı yaşa aiddir? Topu, kürəciyi. Bəli. Fiziki inkişaf sağlamlıq 4-5 yaş. Bəli, 4-5 yaşa aiddir. Birinci məzmun xəttimizin birinci əsas standartına aiddir. Düzdürmü? Bəli. Daha sonra ilkin gigiyena qaydalarına daraq, dəsmal, burun dəsmalından istifadə etmək və s. yəni bunlara əməl edir. İlkin gigiyena qaydalarına, ikinci idrakin Yox. Fiziki inkişafın ikinci əsas standartına 2-3 yaş. Bəli, düzdür. Deməli, birinci məzmun xəttimizin ikinci əsas standartına aid oldu və 2-3 yaşa aid oldu. Düzdür. Daha sonra masa arxasında süfrə mədəniyyəti də açar sözümüz, yiyələndiyini nümayiş etdirir. Masa arxasında süfrə mədəniyyətinə. Yiyələndiyini nə edir? Yiyələndiyini nümayiş etdirir. Artıq bax, mədəniyyət formalaşıb uşaqda. Bu neçə yaş olar? 5-6 yaş. Düzdür. Deməli, birinci məzmun xəttimizin ikinci əsas standartına aiddir. Bəli, 5-6 yaşa aid oldu. Daha sonra həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. Artıq qorunma qaydalarını izah edir. 3-4 yaş. Yox. 3-4 yaşda fərqləndirirdi. Təhlükəli, belə deyim də, alətləri bir-birindən fərqləndirirdi. Artıq burada bilir ki, onlardan yəni necə qoruna bilərik, onları izah edir. Belə deyim. 5-6 yaş. Bəli, 5-6 yaşa aiddir. Hansı, belə deyim, məzmun xəttimizin birinci inkişaf sahəmizin Bəli. Üçüncü alt standartına, üçüncü əsas standartına. Bəli, birinci məzmun xəttimizin üçüncü əsas standartına aiddir. Daha sonra potensial təhlükə barədə böyüşlərin xəbərdarlığına adekvat reaksiya verir. Burada açar sözümüz adekvat reaksiyadır.
1-3 yaş. Düzdür? 1-3 yaş, yoxsa 1-2 yaş? 1-2. 1-2 yaş, bəli. Mən o inkişaf sahələri var, orada da var axı adekvat cavab verir, onunla Ümumi təlim qarışdırdım. nəticələrinə yəqin qarışdırdın. Hmm. Daha sonra kəsici, deşici, yandırıcı əşyalar, elektrik cihazları, heyvanlar, tanış olmayan adamlarla, burada atasözümüz tanış olmayan adamlarla ehtiyatlı davranma, yol hərəkəti qaydalarını bildiyini nümayiş etdirir. Bu 4-5. Yox. 2, yox 3-4. 3-4 yaşa aiddir. Bəli. Deyirəm də qarışdırıram arada, hə. Birinci məzmun xəttimizin hansı 3-cü əsas əsasdan? standartı. Bəli, 3-cü əsas standartına aiddir. Daha sonra böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. 2-3. Bax, böyüklərin nəzarəti altında. Birinci əsas standartımız məzmun xəttimizin, ikinci əsas standart deyildi. Bəli, onu düz deyirsən. Amma yaş olaraq düz demədin. 2-3, hə, 2-3. Yox, elə 2-3 demişdin də, amma burada biri var ki, böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, qurulayır, salfetdən, burun dəsmalından istifadə edir. Bir də var ki, böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, sadəcə burun dəsmalından istifadə edir. Artıq burada salfet falan yoxdur da, belə deyim. Bu 1-2. aiddir. Daha sonra özünə xidmət vərdişlərini səliqə ilə tez soyunub geyinir, paltarlarını səliqə ilə dolaba yığır. Burada isə atasözümüz dolabdır. Yatağını səliqəyə salır. Yəni bunlara əməl edir. Bu neçə yaşa aiddir və hansı əsas standarta aiddir? 4-5. 4-5 yaş. Bəli, 4-5 yaşdır. Birinci məzmun xəttimizin. İkinci əsas standartı. Bəli. Daha sonra demək mən alt standartları vermişdim. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin alt standartlarını, bir də ümumi təlim nəticələrini. Onları öyrənmisən? Belə də məlumatım var deyək. Burada da yenə çox güman ki, yenə qarışdıracağam. Məzmun xətti nəyə deyildi? Onun qaydasını de, zəhmət olmasa. Məzmun xətti bizim inkişaf sahələrimizdir. Məzmun xətti dəyişə bilərmi? Xeyr. Dəyişməzdir, leytmotivdir və hansı rəqəmlə bildirilir məzmun xəttimiz? Deməli, bizim məzmun xəttimiz ana xəttir. Bəli. Leytmotivdir. Leytmotivdir və dəyişməzdir. Hansı rəqəmlə ifadə olundu, göstərildi, belə deyim. İkinci rəqəmlə, yox, ikinci əsas standart. Məzmun xətti ana xətt olduğuna görə birinci rəqəmdə. Hə, 1. Bəli. Daha sonra məzmun standartı nəyə deyilir? Necə? Məzmun standartı. Məzmun standartı uşağın bilik, bacarıq hissəsinə qoyulan dövlət tələbidir. Bəli, düzdür. Neçə yerə ayrılır? 2 yerə. Hansılardır? Əsas standart, alt standart. Bəli. Əsas standart və alt standart. Məzmun standartında belə deyim də, özü nədən ibarətdir? 2 yerə ayrıldı. Özün hansı hissələrdən ibarətdir? Bilik və fəaliyyət. Bəli. Bilik uşaq nəyi öyrənəcək? Yəni biz uşağa nəyi öyrədəcəyimiz. Aha. Fəaliyyət isə uşaq öyrəndiyini necə nümayiş etdirir. Bəli.
Belə bir cümlə deyim. Sadə yapma, bir üç hissədən ibarət fiqurlar düzəltmək bacarıqlarını nümayiş etdirir. Burada bilik hansıdır? Belə deyim də, fəaliyyət hansıdır? Bir də deyin. Sadə yapma bacarıqlarını tutalım. IC sadə yapma bacarıqlarını nümayiş etdirir. Burada yəni Bu biliyin fəaliyyətə nümayiş etdirir, axı fəaliyyətə aiddir. Aha. Sadə yapma bacarıqları da biliyə aiddir, düzdürmü? Biliyə aid. Bəli. Əsas standart nəyə deyilir? Necə? Əsas standart. Yapmadır, quraşdırmadır, estetik, yaradıcı. Yox, əsas standart. Biri var məzmun xətti, əsas standart, alt standart, düzdürmü? Əsas standartın tərifi necə idi? Hə, elə bildim cümlənin əsas standartını deyirsiniz. Yox. Əsas standart məzmun xətti üzrə götürüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir və dəyişilməzdir. O vaxt dəyişilir ki, mürəkkəbləşəndə dəyişir. Mürəkkəb bacarığı olduqda dəyişir. Bəli, tamamilə doğrudur. Bəs alt standart? Alt standart isə əsas standartda istifadə olunmuş fikrin müəyyən hissəsidir. Bütün standartlarımız sadə mürəkkəbə doğrudur və dəyişəndir. Alt standartların funksiyaları var idi. Onlar hansıları idi? Hə, təlim məqsədini dəqiq müəyyən olunması, yəni baxırıq ki, alt standartlarda hansı məqsəd qeyd olunubsa, həmin ona uyğun dəqiq məqsəd çıxarırıq. Daha sonra təlim strategiyalarının düzgün seçilməsi, yəni hansı iş formasından, iş üsulundan, planlaşdırmadan istifadə edəcəyik, onu düzgün seçməliyik. Sonra təlimdə interaktivliyi təmin edir, təlimdə məzmunun davranışın inkişafını təmin edir. Alt standarta hansı qiymətləndirməni aid edirdi? 3. Yox, üçüncü rəqəmlə ifadə olunur, o düzdür. Amma bizim qiymətləndirməmiz də var idi, onları düzdür keçməmişik. Amma belə yadında saxla ki, alt standart bərabər formativ qiymətləndirmə. Formativ qiymətləndirməyə aid edirik. Daha sonra alt standartı oxunuşun deyin mənə zəhmət olmasa tutalım 2.1.4. Yəni bunu necə oxumalıyıq? 2 məzmun xəttimizi, birincisi 2 məzmun xəttimizi, sonra nə dediniz? 2.1.4. 1 əsas standartımızı, 4 alt standartımızı. Yox. 2.1.4. Bunu mən necə oxumalıyam? Yəni oxunuşu necə olmalıdır? 2 belə idrakin inkişafı. Birinci əsas standartı. Diqqətlə qulaq as. İkinci məzmun xəttimizin birinci əsas standartının dördüncü alt standartı. Bax, ikinci məzmun xəttimizin birinci əsas standartının dördüncü alt standartı. İndi birini deyirəm. 1.1.4. Birinci əsas standartımızın Yox. Ən birinci həmişə məzmun xətti gəlir. Hə, birinci məzmun xəttimizin birinci əsas standartımızın dördüncü alt standartı. Bəli, düzdür. 3.2.1. 3.2.1. Bəli. Üçüncü 3 məzmun xəttimizin birinci əsas standartımızın 4 alt standart. Rəqəmlər düz demədim. 3.2.1. Bir dəqiqə. 3.2.1. Bəli. Üçüncü məzmun xəttimizin ikinci əsas standartının birinci alt standartı. Bəli, düzdür. Bu qədər Səbinə müəllimə. Bizə ümumi təlim nəticələrindən də sual verim. Sonra onsuz ki, yenə təkrar suallarımız olacaq. Erkən yaş dövrü neçə yaş əhatə edir? Erkən yaş 3-4 yaş. Erkən, bax, adına bax, erkən yaş dövrü. 1-3 yaş əhatə edir. 1-3 yaş.
Demək, Mən bir üçü körpə bilirdim. Körpələr, belə deyim də, qrupu da deyirlər bəzən, erkən yaş dövrü də deyirlər. Sonra 1-2 və 2-3 yaşa biz birinci kiçik qrup deyirik, 2-3-ə ikinci kiçik qrup, 3-4-ə orta qrup deyirik, 4-5-ə böyük qrup, 5-6-ya isə məktəbə hazırlıq qrupu deyirik. İndi körpələr qrupu 1-3 yaşa aid olan, belə deyim də, ümumi təlim nəticələrindən hansıları Mhm. tanıyırsan? İnkişaf sahələrinə uyğun. Məsəl üçün fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin ümumi təlim nəticələri hansılardır? Fiziki hərəkətləri yerinə yetirir. Bunlar deyirsiniz, gigiyena Aha, qaydalarına əməl hansı fiziki eləyir. hərəkətləri? Necə? Hansı fiziki hərəkətləri? 1-3 yaşdadırsa sadə fiziki hərəkətlər olar da, düzdürmü? Sadə fiziki hərəkətləri yerinə yetirir, sadə gigiyena Bəli. qaydalarına əməl eləyir. Bəli. Daha sonra özü, ailə üzvlərini, vətənini adlandırır. Daha sonra rəngləri adlandırır. Bir də hissləri başa düşür, adekvat cavab verir. Demək, sən burada qeyd elədin fiziki inkişafı, idraki inkişafı, sosial emosionaldan da qeyd elədin. Qaldı estetik yaradıcı. Estetik yaradıcıda nə idi 1-3 yaşda? Rəngləri adlandırır. Bəli. Rəngləri qırmızı, sarı, yaşıl adlandırır. Bir də təsvir vasitələrindən təyinatına görə istifadə edir. Bu biraz mürəkkəb cümlə olaraq görünə bilər. Hətta testlərdə çaşdırıcı olsun deyə bu cümləni salırlar. Yadınızda saxlayın ki, təsvir vasitələrindən təyinatına görə istifadə etmək 1-3 yaşa aid olan ümumi təlim nəticəsidir. Daha sonra keçək orta qrupa. Orta yaş qrupu neçə yaşa əhatə etdi dedik? 3-4. 3-4 yaşı, bəli. Ümumi təlim nəticələrini de. Burada artıq fiziki hərəkətlərin müvazinətini saxlayaraq yerinə yetirir. Masa arxasında yemək dəstində istifadə etmə bacarığını nümayiş etdirir. Öz ailəsi, vətəni haqqında suallar cavab verir. İlkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir. 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Sadə təsvirlər çəkir. Arzu, hiss və ya istədiklərini ifadə edir. Arzu, hiss və istəklərini ifadə edir. Bəs estetik yaradıcıya aid dedinmi? Estetik rəngləri Sadə təsvirlər çəkir. Sadə təsvirlər uyğun rənglərdən istifadə edir. Bəli, düzdür. Sonra 4-5 yaş böyük qrupa aid olanları da buyur Fiziki deyə. hərəkətləri deməli komandaya uyğun yerinə yetirir. Bəli, komanda 4-5 yaşdır. Müəyyən olmuş gigiyena qaydalarına əməl eləyir. Özü, ailəsi, vətəni haqqında məlumat verir. Həyatına və sağlamlıq təhlükə yarada biləcək əşyaları bacarıqlarını nümayiş etdirir. 5 dairəsində sadə riyazi əməliyyatlarını yerinə yetirir. Sonra verilmiş süd əsaslı təsvirlər çəkir, rəng salalarını fərqləndirir. Deməli, 4-5 yaşda idraki inkişafında var idi ki, həndəsə fiqurları dairə, üçbucaq, kvadrat fərqləndirir. Deməli, dairə, üçbucaq, kvadrat fərqləndirir, artıq 4-5 yaşın idraki inkişaf sahəsinə aiddir. Keçək 5-6 yaşa. 5-6 yaş fiziki inkişafı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir. Sonra gigiyena qaydalarına özündə nəzarət əsasında nümayiş etdirir. Həyat sağlamlığına təhlükə yarada biləcək hadisələri qorunma qaydalarını izah eləyir. Özü, vətəni haqqında təqdimatlar eləyir. Sonra 10 dairəsində riyazi əməliyyatlarını yerinə yetirir. Sadə kompoziyalar qurur. Ünsiyyətini sosial normaların əsasında tənzimləyir. Daha sonra bu qədər yadımda qalıb. Estetik yaradıcıya hansıları aid edir? Estetik təsvir rəng salalarından istifadə edir. Bir də ifaçılıq. İfaçılıq bacarıqlarını nümayiş etdirir. Düzdür.
3 dənə aiddir də bura. Sadə kompozisiyalar qurur. Bu biraz sizi çaşdıra bilər. Yəni oxuyanda deyirsiniz ki, sadə kompozisiyadır. Bunu 3 yaşa aid etmək olar. Xeyr. Sadə kompozisiya 5-6 yaşa aiddir. Təsvir prosesində rəng çalarlarından istifadə edir. Bir də ifaçılıq bacarıqları. Lar burada cəm şəkilçisinə, yəni belə yadınızda saxlaya bilərsiniz ki, ifaçılıq bacarıqları artıq 5-6 yaşa aiddir. Daha sonra bu qədər. Yenə suallarımız olacaq. Çox sağ olun. Çox sağ olun. Daha sonra Mirvalim müəllimə. Bəli, müəllimə, buyurun. Siz müəllimə alt standartları əzbər deyəcəksiniz, yoxsa mən bir sual verim, siz yaşları deyirsiniz? Nə tərəfsiz? İstəyirsiniz əzbər deyim, istəyirsiniz sual verin, fərqi yoxdur. O zaman yəni əzbər deyin. Aha. Demək, biz 4 inkişaf sahəsi üzrə burada məzmun xətti müəyyən edirik, məzmun standartı müəyyən edirik. Bu bizim birinci məzmun xəttimiz fiziki inkişaf sağlamlıq və təhlükəsizliyin əsas standart olaraq fiziki hərəkətləri yerinə yetirir. Alt standart olaraq, məsələn, biz 1-2 yaşlı uşaqlarda sadə fiziki hərəkətlərdən, məsələn, qalxır, oturur, yanlara dönür, 3-4 metr məsafə bizim açar sözümüzdür. Biz bilirik ki, bu 1-2 yaşlı uşaqlardadır. Sonra sadə fiziki hərəkətlərdən sürünmə, dırmanma sözü bir-birinə tərəf elə bir atmaq, topu tutmaq vardırsa, bu 2-3 yaşlı uşaqlarda olan alt standartı reallaşdırırıq. 3-4 yaşlı uşaqlarda müəllimə gimnastik skamya sözündən mən yadımda saxlayıram ki, bu 3-4 yaşlı uşaqlardadır. 4-5 yaşlı uşaqlarda gimnastik nərdivan sözü vardırsa, bu 4-5 yaşında uşaqlarda alt standartı 1.1.1 alt standartıdır. 5-6 yaşda isə topu hədəfə atırsa, bu 5-6 yaşlı uşaq. Hədəf sözünü müəllimə götürürəm 5-6 yaşlı uşaqlara. Sonra gəlirik alt standart olaraq 1.1.2. Burada böyüklərin köməyi, əlbəttə ki, uşaq körpü olduğu üçün, ona kömək dəstək olduğu üçün 1-2 yaşlı uşaqlar üçün reallaşdırırıq. 2-3 yaşında uşaqlarda yerində atılır, düşür, ayaqları bir yerdə irəliyə doğru tullanırsa, bu 2-3 yaşında uşaqlarda, gimnastik skamya yenə də 3-4 yaşlı uşaqlarda, sağ-sol demək 4-5 yaşda, yerində uzunluğuna müxtəlif istiqamətlərə doğru ip üzərindən tullanırsa, bu 5-6 yaşlı uşaqlar üçündür. 1.1.3 alt standartını reallaşdırmaq üçün tərbiyəçi müəllim 1-2 yaşlı uşaqlarda topu döşəmə üzərində diyirlədir. Diyirlədirsə 1-2 yaşdır, topu ayağı ilə vurursa 2-3 yaşdır, topu başı üzərinə, artıq burada mürəkkəbləşdirdiyi üçün bu 3-4 yaşını götürürük. Topu kürəcik sözü vardırsa, müxtəlif üsullarda atıb tutmaq vardırsa, bunu biz 4-5 yaşda götürürük. Topu hədəf sözü, yenə də hədəf sözü vardırsa, biz bunu 5-6 yaşında uşaqlar üçün reallaşdırırıq. Gəlirik inteqrasiya xarakterli daşıyan 1.1.4 alt standartımıza. Burada 1-2 yaşında müəllimə bax verir, əlində tutduğu əşyalardan, karandaşdan təyinatına görə. Təyinat sözü 1-2 yaşdadır. Əşyaları karandaş, plastilin, top, oyuncaq barmaqları arasında saxlayırsa, bu 2-3 yaşında uşaqlardır. Çəkir, yapışdırırsa, bu orta qrup, yəni 3-4 yaşındadır. Hamarlayır sözü vardırsa 4-5-dir. Burada 5-6 yaşında isə müəllimə koordinasiya edir, konturdan kənara çıxmırsa, bu 5-6 yaşlı uşaqlara götürürük. Gəlirik bizim ikinci əsas standartımız olan 1.2. Bu da masa arxasında davranışın ümumi qaydalarını tənzimləyir və gigiyena qaydalarına əməl edir. Biz alt standart olaraq 1-2 yaşlı uşaqlarda şəxsi gigiyena sözünü biz açar olaraq götürürük. İlkin gigiyenanı götürürük 2-3 yaşda, sadə gigiyena orta yaşda, müəyyən olunmuş gigiyenanı deyirsə, bu böyük qrupdur. Çünki böyük qrupda uşaq, məsələn, əlini tez-tez orta qrupda uşaqlar tez-tez əlini yumağı
sevir. Böyük qrupda müəyyən olunmuş gigiyena qaydalardır. Amma 5-6 yaşda uşaqlar gigiyenaya ehtiyac duyulduqda, yəni əli çirkləndikdə, baxdıqda, yəni əllərini tez-tez yuyurlar. Yəni gigiyena qaydalarına ehtiyac duyulduqda. Sonra gəlirik 1.2.2 alt standartı. Qaşıqdan, fincandan istifadə edirsə 1-2 yaşdadır. Sonra masa arxasında yemək dəstində müstəqil sözünü müəllimə götürürəm 2-3 yaşa. Masa arxasında ümumi qaydaları yemək dəstindən istifadə edir. Qaşıq sözü vardırsa orta qrupda götürürəm. Çəngəldə müəllimə açar sözü olaraq böyük qrupda. Masa arxasında süfrə mədəniyyəti. Süfrə mədəniyyəti vardırsa müəllimə bu 5-6 yaşlı uşaqlardadır. Sonra gəlirik 1.2.3. Burada böyüklərin nəzarəti altında əllərini sabunla yuyur. Yəni bu kiçik yaşlı uşaq olduğu üçün bunu nəzarətsiz ötürmək olmaz. Əlbəttə ki, buna kömək lazımdır. Bu 1-2 yaşdır. Böyüklərin nəzarəti altında 1-2 yaşda müəllimə dəsmaldan sadəcə istifadə edir. Amma 2-3 yaşda salfetdən həm dəsmaldan uşaq istifadə edir 2-3 yaşda, həm də salfetindən istifadə edir. 3-4 yaşında sadə özünə xidmət bacarıqları, yəni öz əllərini yuyur, ayaqqabılarını bağlayır. 4-5 yaşda artıq həmin bu qaydalara əməl edir və dolaba yığır. Dolab sözündən müəllimə 4-5 yaş olaraq götürürəm. 5-6 yaşında öz səliqəsizliyini aşkar edir, aradan götürür. Bu da 5-6 yaşdır. Gəlirik bizim 3-cü əsas standartımız olan 1.3 standartı. Burada alt təhlükəsizlik qaydalarına, yəni əməl edir. Alt standart olaraq 1.3.1-dir. Potensial təhlükə barədə adekvat cavab verirsə, bu 1-2 yaşdır. Həyatına sağlamlığı sözü vardırsa 2-3 yaşdır. Sözünüzü kəsirəm. Dedik ki, burada potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir. Yəni buna misal olaraq nə deyə bilərsiniz? Buna misal olaraq, məsələn, uşaq əlinə hər hansı qaynar bir əşyaya vurur, deyirsən əlini vurma, istidir. Sənin o sözə reaksiya verir də, yəni o danışığa reaksiya verir, əlini tez çəkir. 2-3 yaşda, 200 yaşda, yəni həmin əşyalara əl vurmur. Yəni bilir ki, o istidir, soyuqdur. Yəni onları 2-3 yaşda anlayır. 2 yaşda neyinir? Kəşf edir, kəşf etmə dönəmindədir. Manipulyasiya edir də, yəni görüm o necədir. Yəni istidirmi, soyuqdurmu, bərkdirmi, yumşaqdırmı? Məsələn, ana deyir ki, əlini vurma, çaydan istidir, pes istidir, tez əlini çəkir, yəni sözə əlini çəkir. 2-3 yaşda artıq əlini vurmur. 3-4 yaşında əşyalar, yandırıcı, kəsici alətlər artıq özü sayır. Yəni fərqləndirə bilir ki, məsələn, bu qayçıdır, bu bıçaqdır, bunları fərqləndirə bilir 3-4 yaşında. 4-5 yaşında nümayiş etdirir. Yəni 4-5 yaşında özü edir müəllimə. Yəni mən bunları edirəm də, məsələn, əlimi isti çaydana vurmuram, elektrik cihazlarından ehtiyatlı davranırıq. Amma 5-6 yaşında yoldaşına izah edir. Yəni izah edirsə, yoldaşına söyləyirsə, bu 5-6 yaşındadır. Sonra gəlir 1.3, 1.2-də elementar təhlükə qaydaları. Məsələn, qaynar əşyaya əl vurmamaqdır. Bunlara əməl edir 1-2 yaşda. Sonra təhlükəli stasiyalarda ehtiyatlı davranmaq idi. Bu 2-3 yaşındaydı. Kəsici idi, deşici idi, yandırıcı əşyalar. Burada tanış olmayan insanlar, heyvanlar var idisə, bu 3-4 yaş idi. Sonra təhlükə barəsində yandırıcı idi, soba idi, elektrik cihazları idi. Bunlar 4-5 yaş idi. Fövqəladiyə uşaq zəh vururdusa, hər hansı bir faciə zamanı, məsələn, yanğındır, seldir, uçqundur. Bunlar zamanı, yəni həmin bacarıqları nümayiş etdirirdisə, bu da 5-6 yaşında uşaqlardaydı. Ümumi təlim nəticələri haqqında da məlumat verin, zəhmət olmasa. Ümumi təlim nəticələri demək olar ki, ümumi təlim nəticələrini biz məsələn 1-3 yaşlı uşaqlarda, bir də 3-6 yaşlı uşaqlarda, yəni 3-4, 4-5, 5-6 yaşlı uşaqlarda reallaşdırırıq. 1-2 yaşlı uşaqlarda məsələn sadə fiziki hərəkətləri yerinə yetirməsi idi. Sadə sözü var idisə, bu 1-3 yaşlı uşaqlara aid idi. Sadə gigiyenik qaydalara əməl edirdi. Masa arxasında davranışın ümumi qaydalarını tənzimləyirdi.
həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayırdı. İdraki inkişafda özü, ailəsi, vətənini adlandırır, sadə suallar əsasında danışır. Məsələn, sadə riyaziyyatda burada demək azdır, çoxdur, böyükdür, kiçik anlayışlarını yəni keçirdikdə uşaqlar öyrənirdi. Ölçü anlayışlarını başa düşür, onları nümayiş elətdirir. Dairəvi əşyaları məsələn dedik top nəyə bənzəyir? Dairəyə. Bunları adlandıra bilirdi. Estetik yaradıcılıqda təsvir vasitələrini təyinatına görə istifadə etməsi idi. Rənglərdən məsələn qırmızı, sarı, yaşılı adlandırırdı. Hərəkətlərin musiqi melodiyasına uyğunlaşdırması idi. Emosiyada ilkin ünsiyyət bacarıqları idi. Yəni körpü olduğu üçün o ilkin ünsiyyətə girirdi, hissləri başa düşür, adekvat cavab verirdi. Sonra gəlirdi orta qrupda, yəni orta qrupda 3-4 yaşından başlayırdı. Burada fiziki hərəkətlərin müvazinətini saxlayaraq yerinə yetirə bilməsi, ilkin gigiyena qaydalarına əməl edə bilməsi idi. Masa arxasında yemək dəstində müstəqil istifadə edə bilməsi idi. Həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaların əlamətinə görə yəni fərqləndirirdi. Yəni 1-3 yaşlı uşaqlarda adlandırırdı, orta qrupda artıq həmin adlandırdığı ümumi təlim nəticələrini fərqləndirirdi. İdraki inkişafda özü, ailəsi, vətəni haqqında suallara cavab verməsi, əşyaları sadə suje şəkillər üzrə danışırdı. 3 dairəsində riyazi əməliyyatları yerinə yetirirdi. Əşyaların forma ölçülərinə görə fərqləndirirdi. Sonra burada həndəsi fiqurlardan dairə idi, üçbucaq idi. Yəni bunlar kvadrat idi. Bunları adlandırırdı ki, bu da 3-4 yaşlı uşaqlarda reallaşdıra bilirik. Sadə təsvirlər çəkirdisə estetik yaradıcılıqdaydı. Təyinatına uyğun rənglərdən istifadə edə bilməsi idi. Musiqini anlaması bu yaşlı uşaqda ifa bacarıqlarını nümayiş etdirirdi. Emosionallıqda isə sadə ünsiyyət etiketlərini əməl edirdi. Arzu, hiss və istəklərini ifadə edirdi. Sonra gəlir 4-5 yaşlı uşaqları burada komandalara uyğun, yəni fiziki hərəkətləri komanda sözü 4-5 yaşına aiddir. Müəyyən olunmuş gigiyena qaydaları idi. Masa arxasında mədəni davranış qaydalarına əməl edirdi. Həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaların təhlükəsiz davranma bacarıqlarını nümayiş etdirirdi. İdraçda isə özü, ailəsi, vətəni haqqında məlumat verirdi. Məsələn, sual verirdi, vətənin haradır, deyirdi Azərbaycan. Məsələn, deyirdi ailədə neçə nəfərsiniz? Məsələn, onlara cavab verirdi. Əşyaları 5 dairəsində riyazi əməliyyatı, yəni o böyük qrupda 5 dairəsində riyazi əməliyyatları sayırdı. Sonra əşyaların forma, ölçülərinə, sayına görə qruplaşdırırdı. Məkan zamana görə hərəkətlərin ardıcıllığını təyin edə bilirdi. Fiqurlardan burada dairə idi, üçbucaq idi, kvadratı fərqləndirirdi. Estetik yaradıcılıqda sujet əsasında təsvirlər çəkməsi idi, rəng çalarlarını fərqləndirirdi, musiqinin xarakterinə görə fərqləndirə bilirdi. Emosiyada artıq uşaqlarda əməkdaşlıq bacarıqlarını nümayiş elətdirirdi, digərlərinin arzu və istəklərini dəyərləndirirdi. 5-6 yaşında artıq bu ümumi təlim nəticələri mürəkkəbləşməyə başlayır. Burada fiziki inkişaf sağlamlıqda fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətlər uşaq yerinə yetirirdi. Gigiyena qaydalarını özünə məxsus tərzdə yəni nümayiş etdirirdi. Masa arxasında süfrə mədəniyyəti, yəni süfrə mədəniyyəti elə alt standartlardan da bilirik ki, 5-6 yaşlı uşaqlara aiddir. İdraki inkişafda isə özü, ailəsi, vətəni haqqında kiçik təqdimatlar edirdi. Verilmiş mövzu ətrafında danışırdı. Sonra burada hərflər var idi ki, müəllimə hərfləri tanıyır, səsləri fərqləndirirdi. Hecalardan sözlər, sözlərdən cümlələr quruldu. Artıq 5-6 yaşlı uşaqlarda 10 dairəsində riyazi əməliyyatları yerinə yetirə bilməsi. Burada məsələn həndəsi fiqurlardan sonra bir də var ki, dairə idi, üçbucaq idi, kvadratı, adiyyatı üzrə istifadə edə bilməsi idi. Sonra sosial emosionallıqda ünsiyyətin sosial normaları əsasında tənzimləyirdi. Bircə fəaliyyət bacarıqlarını nümayiş etdirdi. Estetikdə də sadə kompozisiyalar qururdu. Yəni hər hansı bir nağılı kompozisiya şəklində yəni təşkil edə bilirdi. Təsviri prosesində rəng sarılarını fərqləndirirdi. Yəni onlardan istifadə edirdi. İfaçılıq bacarıqlarını da nümayiş etdirə bilirdisə, bu da 5-6 yaşlı uşaqlarda ümumi təlim nəticələridir. Bəli, müəlliməm.
İndi isə istəyirəm biraz test formatında sual verim sizə, siz cavabını tapın. Buyurun. Deməli, biri idraki inkişaf sahəsinin məzmun xəttinə aid deyil. A. Əşyaları forması, ölçüsü və sayına görə qruplaşdırır. B. Məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir. C. Həndəsə fiqurları fərqləndirir. D. Musiqini xarakterinə görə fərqləndirir. Musiqinin xarakterinə görə fərqləndirirsə budur müəllimə. Çünki musiqi estetik yaradıcılıqdadır. Bəli, düzdür. Daha sonra fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məzmun xəttinə aid olanı seçin. A. Özü ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir. B. Hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur. C. Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. D. Kəsmə əlifba vasitəsilə sözlər düzür. Müəllimə, burada özü və ailəsi haqqında təqdimatlar edir. O da idraki inkişafdır. Hərflərdən sözlər ikisi də eynidir də, yəni idraki inkişafa aiddir. Deməli, burada təkcə fizikiyə aid olduğu, həyatına və Fizikiyə sağlamlığına həyatına, təhlükə yarada sağlamlığına biləcək. təhlükə yarada biləcək. Aha, o fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir. Hər biri idrakdır. Bəli. Bir də ki, müəllimə dedik ki, standart bilik və fəaliyyətdən ibarətdir. Sizcə, yəni fəaliyyət hissəsi niyə görə mühümdür? Yəni uşağa biz biliyi ötürürük, öyrədirik. Aha, fəaliyyət də bildiyini tətbiq etməsidir. Yəni məsələn, mən uşağa hər hansı bir nağılı danışıb, nağılı sujetli rollu oyunlar formasında uşaqda yəni göstərə bilməsə, demək mən ona biliyi ötürməmişəm. Ona görə də fəaliyyət onun bildiyini tətbiq etmə formasıdır da, yəni icra etməsidir, nümayiş etdirməsidir. Belə deyək ki, yəni bir sxem quraq, o sxem formasında bu əsas standart, alt standart, bir də məzmun xəttini yadımızda saxlayaq. Birinci olsun məzmun xətti, 2 əsas standart, 3 alt standart. Yəni gözünüzün önündə canlandırın, bunu alt-balt yazdıq. Deməli, alt standart yuxarıdakına əsaslanır, əsas standarta, düzdürmü? Aha, Əsas standartdan məzmun xəttinə əsaslanır. İndi zəhmət olmasa bunların hər biri haqqında məlumat verin. Yəni nə deməkdir? Əsas standart deyir ki, məzmun xətti üzrə görüləcək fəaliyyətə istiqamətləndirir. Yəni əsas standart məzmun xəttində nədirsə mövzu, ona uyğun mövzunu verir. Deməli məzmun xətti olmasa əsas standart olmaz, düzdürmü? Bəli, yəni ana olmasa, deyək ki, məzmun xəttimiz anadır da. Ana olmasa, balı ondan heç bir fəaliyyət növü ala bilməz. Anadan balıya keçir. Baladan da alt standarta. Yəni alt standartda əsas standarta uyğun olaraq fikrin müəyyən bir hissəsini özündə təşkil edir. Mən belə başa düşürəm. Yəni düzdürmü, səhvdimi deyə bilmərəm. Amma anadan balıya, baladan da digər balıya keçməsi, yəni alt standart. Yəni biz bilirik bizim ən böyük anlayış hansı oldu? Ən böyük anlayış məzmun xətti oldu. Yəni məzmun xətti olmasa ikisi bir yerdə funksiyanı idarə edə bilməz. Bəli, düzdür. Daha sonra əsas standartda dedik, qaldı alt standart. Alt standartda əsas standartda ifadə olunmuş fikri müəyyən edir. Yəni əsas standartda nə verirsə, mövzu nədirsə, məqsəd nədirsə, alt standartda çıxartmalıyıq. Alt standartda daim dəyişir, düzdür, dəqiqdir. Yəni bizim məqsədimizi aparır, dəqiqdir, amma daim dəyişir, varisliyi özündə təşkil edir, sadədən mürəkkəbə doğru gedir alt standartda. İndi deyək, əsas standart böyük anlayışdır, yoxsa alt standart? Əsas standart. Bəli. Əsas standartdan da alt standart törüyür də, yəni müəllimə belə deyə bilərəm. Düzdür. Bir də alt standartdan təlim nəticəsi, yəni dərsin məqsədi çıxararkən ən çox edilən səhvlərdən biri olaraq nəyi nümunə gətirə bilərsiniz? Məsələn, alt standartdan təlim məqsədini çıxardarkən reallaşdırmaq məqsədidir. Məsələn, elə məqsəd qoyuruq ki, onu həyatda reallaşdıra bilmirik. Mövzuya uyğun olmur. Məsələn, mənim mövzum payız mövzusudur. Mən durub məsələn başqa bir mövzu haqqında məqsəd çıxardıramsa, mən səhv inteqrasiya edirəm də, yəni məqsəd çıxartmış oluram. Başqa yəni necə səhvlər eləyirlər müəllimlər?
Müəllimlər məsələn deyir ki, məqsədi çox qoyurlar, dərsin sonuna qədər məqsədi reallaşdıra bilmirlər, səhv məqsəd qoyurlar. Məsələn, fiziki inkişafın məqsədini gətirir qoyur idraçda, yəni eləyən müəllimlər də var. Metodist, yəni bizim icmalda yoxlayanda o səhvləri qeyd eləyir. Bir də alt standartın özün bəzən məqsəd olaraq götürürlər. Hə, fiziki hərəkətlər məsələn yerinə yetirdi, yetirəcək. Yəni fikir vermirlər də keçmiş zamanda, gələcək zamanda, indiki zamanda onlara fikir vermirlər. Necə ya gəldi yazırlar. Alt standartın funksiyaları hansılar idi? Onlar da deyin zəhmət olmasa. Təlimin alt standartın funksiyalarıdır ki, təlimin məqsədini dəqiq müəyyən etmək idi. Strategiya, yəni forma metodları düzgün seçə bilməsi idi. Burada inteqrativliyi düzgün, yəni dəqiq olması idi. Bir də təlimin məzmununun davamlı inkişaf etməsi də bunun elə alt standartların funksiyalarına aid idi. Bəli, düzdür. Bu da formativ qiymətləndirmədə özünü göstərirdi. Formativ qiymətləndirmədə, yəni uşağın inkişafının izlənilməsidir ki, biz gündəlik olaraq, mütəmadi olaraq uşaq hansı hərəkətləri yerinə yetirdi, onu yəni qiymətləndirməsini aparırıq. Bəli. Məzmun standartı dəyişə bilərmi? Xeyr, müəllimə, məzmun standartı dəyişə bilməz. Nə zaman dəyişilə bilər? Məzmun standartı müəyyən, yəni mürəkkəb xarakter daşıdıqda, mövzu mürəkkəbləşdirdikdə dəyişə bilər. Əsasən dəyişməzdir də, yəni məzmun standartı. Demək, əsas standart, belə deyim də, əsasən dəyişməzdir. Ümumi olaraq, yəni məzmun standartları təhsil proqramı, kurikulum yeniləndikdə, dövlətin təhsil siyasəti dəyişdikdə yenilənə bilər. Lakin dərslik 5 ildən bir olur da, o da müəllim. bəli. O da 5 ildən bir olur. 5 ildən bir, düzdür. Dövlətin. Yəni biz məzmun xəttini də, yəni dövlət bizə necə məzmun xətti qoyub, yəni inkişaf sahəsi qoyub, onu yəni il boyu onu reallaşdırırıq. Şaquli və üfüqi inteqrasiyanın fərqi nədir? Şaquli inteqrasiya müəllimə fərqli yaş qrupları idi, eyni inkişaf sahəsi idi. Üfüqi inteqrasiya eyni yaş qrupu idi, fərqli inkişaf sahəsi idi. Buna nümunələr gətirə bilərsiniz? Deyə bilərəm. Məsələn, 3-4 yaşında uşaqlarda, məsələn, deyək ki, burada mən idraki inkişafda, deyək ki, estetik yaradıcılıqda reallaşdırıram, deyək ki, yapma fəaliyyəti verirəm, həm də quraşdırma fəaliyyəti verirəm. Eyni məşğələdə, eyni, yəni işi görürəm. Amma üfüqi inteqrasiyada, məsələn, eyni yaşdır, fərqli inkişaf sahəsidir. Burada təsviri fəaliyyətlə fiziki inkişaf, sağlamlıq inkişaf sahəsini, yəni əlaqələndirirəm. Bəli. İnteqrasiya edirəm. Birinci məzmun xəttimizin hansı alt standartı, belə deyim ki, inteqrasiya xarakteri daşıdı? 1.1.4. Nəyə görə ona inteqrasiya xarakterli dedik? Çünki o məşğələsi yoxdur da, onu ancaq inteqrasiya edə bilirik. Ona uyğun məşğələ yoxdur. Məsələn, 1-in var, 2-nin var, 3-cünün də var, 4-cünün olmadığı üçün onu inteqrasiya xarakteri olaraq götürürük. Orada olan cümlələrə baxanda hansı məşğələni bizə anımsadır? O məşğələ təsviri fəaliyyətdə, məsələn, uşağın kiçik motor bacarıqları formalaşdırır. Burada müəllimə estetikliyi veririksə, estetik yaradıcılıqda gözəlliyi təbliğ edirik. Amma bunu veririksə, 1.1.4-ü veririksə, uşaqda kiçik motor bacarıqlarını formalaşdırmış oluruq. Yəni uşaq nə təri çəkir, çəksində fərq yoxdur. Əsas odur ki, barmaq hərəkətləri inkişaf etsin, formalar. İnteqrasiya olmuş sayıldımı, yəni bu zaman? Bəli, inteqrasiya etmiş olduq. Ona görə də inteqrasiya xarakteri daşıyır. Daha Yəni sonra mövzunu keçirəm. Uşağa məsələn kiçik motor bacarıqların formalaşdırması üçün məsələn verirəm ki, ev heyvanlarını keçmişəm. O 1.1.4 standartını verirəm ki, uşaq ev heyvanını istəyir yaxşı rəhləsin, istəyir pis rəhləsin. Amma mənim lazım gözəllik istəmirəm də, estetik deyil mənim məqsədim. Mənim məqsədim uşaqda kiçik motor bacarıqlarını formalaşdırmaqdır. Ona görə mən bu inteqrasiyanı götürürəm. Məqsədimiz necə olmalıdır? Dedik, indiki zamanda olmalıdır, daha sonra. Olmalıdır. Yəni uşaqlar aydın olmalıdır, məqsəd dəqiq olmalıdır, düzgün olmalıdır. Belə də, yəni məqsədi düzgün və dəqiq. Bir məqsəddə biz maksimum neçə məqsəddən istifadə edə bilərik? Maksimum 4 məqsəddən istifadə edə bilərik. 4-5 məqsəddən istifadə. 3-4 müəllimə səhv oldum. 3-4 məqsəddən istifadə edə bilərik. 3-4.
Daha sonra. Baxır müəllimə, yaşa uyğun da. Məsələn, kiçik yaşlı uşaqlarda 1-2 məqsəd bəhs eləyir də, yəni məşğələnin sonuna qədər 10 dəqiqəlik məşğələ müddətidirsə, 1-2 yaşlı uşaqlarda elə 1-2 məqsəd bəhs eləyir. 2-3 yaşda məsələn 15 dəqiqədirsə məşğələnin müddəti, buna da elə 2-3 məqsəd elə ancaq reallaşdıra bilər müəllim. Hı -hı. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin belə deyim 3 əsas məqsədi var idi. Bu məqsədlər deyə bilərsiz? Birinci məktəbəqədər təhsil, yəni fərdin, cəmiyyətin, dövlətin maraqlarını Yox, nəzərə onu alan demirəm. prioritet təhsil. Onu Aha, demirəm. onu Qanunvericiliyin əsas məqsədi. Demək, birinci hansı idi? Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək. uşaqların hüquqlarını təmin etmək, uşaqlar inklüziv təhsillə təmin edilməsi, uşaqlarda bərabər imkanların yaradılması o idi müəllimə. Demək, Təhsil ümumən bazadan belə birliklər deyim də, başa arasında. salanda demişdim ki, birinci uşaqların hüquqlarından yadımızda saxlayaq. İkinci, məktəbəqədər təhsil prosesi iştirakçılarının, hətta bunu sizə də sual vermişdim ki, hansı iştirakçılardır onlar? Hüquqlarını və vəzifələrini müəyyən etmək. Üçüncü də məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı. Yəni bunu da biz əlaqələndirmişdik. Hansı didaktik prinsiplə? Tələb yönümlülüklə. Yəni müasir tələblərə uyğun fəaliyyət və inkişaf. Demək, uşağın hüquqları, təhsil prosesi iştirakçılarının hüquqları və vəzifələri, üçüncü də müasir tələblər. Müasir tələblər. Daha sonra məktəbəqədər təhsil yəni nədir? Onun qaydasını deyin, zəhmət olmasa. Məktəbəqədər təhsil deyə bilərəm ki, uşaqların əqli fiziki inkişafı, uşaqların intellektual səviyyəsi və ümumi təhsilinə hazırlayan, intellektual təhsil fəaliyyəti və onun nəticəsidir. Nəticədir. Yəni məktəbəqədər təhsilin sonu nəticədir. Daha sonra məktəbəqədər təhsil müəssisəsi. Məktəbəqədər təhsil müəssisəsi uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri və məktəbə hazırlığını təşkil edən təhsil müəssisəsidir. Bəli. Məktəbəqədər təlim nə deməkdir? Məktəbəqədər təlim uşaqların yenə də əqli, fiziki inkişafını təmin edir, uşaqları öyrənmək üçün motivasiyanı təşkil edən prosesdir də, yəni məktəbəqədər təlim proseslə nəticələnir. Sonu prosesdir. Bəli, düzdür. Metodist. Metodist məktəbəqədər təhsil sahəsi üzrə təlim-tərbiyəni həyata keçirdən ali mütəxəssisdir. Məktəbəqədər təhsilin belə deyim də vəzifələri ilə məqsədini necə bir-birindən ayırırsınız? Məktəbəqədər təhsilin məqsədi uşaqları bir şəxsiyyət kimi yetişdirməyin əsasını qoyur məqsəddə. Məktəbəqədər təhsilin vəzifəsi artıq uşağı bir şəxsiyyət kimi yetişdirir. Məqsəd əsas qoymaqdır, vəzifə də bir şəxsiyyət kimi yetişdirməkdir. Bəli, artıq elə bir vəzifədir də, bu bizim borcumuzdur ki, Uşağı burada milli bəşəri ruhda Azərbaycançılıq məfkurəsi altında, yəni uşaqları öyrətməkdə, yəni vətənə sevgi ilə bağlı öyrətmək, tərbiyə etmək. Ən sonda məktəbəqədər təhsilin təşkili qaydalarında deyin, keçək səbirlə. Məktəbəqədər təşkili qaydaları 1-3 yaşlı uşaqları əhatə edir, müəllimə. Burada inklüziv təhsilin təmin olunmasıdır. Burada demək ki, valideyn dediniz, üzr istəyirəm. Neçə yaşı əhatə edir? 3-6 yaşlı uşaqları əhatə edir məktəbəqədər təhsil müəssisəsi. Xeyr, baxın ən böyük səhviniz budur. İmtahanda da belə düşər, gedib 3-6 yaş. Mən həmişə qarışdırıram müəllimə. 1-3 yaş, Xeyr. Azərbaycan Respublikasında məktəbəqədər təhsil neçə yaş əhatə edir? 1-6 yaş. 1-6 yaş, bəli. Həmişə o 1-3-lə 3-6-nı qarışdırıram. 1-6 yaşı. Belə deyim də, imtahana düşmüşdü, müəllimlərin çoxusu 3-6 götürmüşdü. Mən də çayaxıram arada. 1-6 yaşı əhatə edir. Burada məktəbəqədər təhsil müəssisəsində inklüziv təhsillə uşaqların təmin olunmasıdır. Sonra belə yadımdan düşmür. Sonra İlk öncə hansı uşaqlar qəbul olunurdu?
İlk olaraq burada demək şəhid ailələri idi, qazi övladların uşaqları idi, anaları, ataları təhsil alanlar idi. Ondan sonra çox ailəli uşaqların, ailələrin uşaqları idi. Yəni anaları məsələn işləyən anaların uşaqları idi. Bunlar ilk olaraq qəbul olurdu. Sonra digər kateqoriyada olan ailələrin uşaqları qəbul olunurdu. Sonra burada elə yerlər vardı ki, məsələn, orada bağça olmurdu. Orada qısa müddətli idi. Təlim qrupları idi. Burada gün rejimi əsasında qısa müddət təlim ailə tərkibli, yəni təlim qrupları yaradılırdı. Bəli. Yəni Məktəbə ailələrin hazırlıq hansı yaş qanunu uşaqlar üçün zəruri idi? necə? Məktəbə 5 yaş hazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab olunurdu. Yəni məcburi idi da, zəruri də məcburi deməkdir. oldu Mirvar müəllimə. Çox sağ olun suallar üçün. Çox Siz də yaxşı sağ olun. cavablarınız. Sağ olun, çox sağ olun. Minnətdaram. Təbnə müəllimə. Bəli. Mən sənə müəllimin, uşaqların bir də valideynlərin hüquqları haqqında suallar verəcəm. Deməli, ilk öncə mənə de ki, təhsil verənlərin hüquqları hansılardır? Onları Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq, şərəf ləyaqətinin hörmətlə yanaşmaq, bəli, hörmətlə yanaşılmasını tələb etmək, təhsil prosesinə forma, metod vasitələrini sərbəst seçmək, bir də mükafat təklif etmək. mükafatlandırılmaq, təltif olunmaq, düzdür. Daha sonra, bəs müəllimin vəzifələri hansıları idi? Müəllimin vəzifələri Məktəbə gedən təhsil sahəsində ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək. Düz deyirəm. Düz deyirsən. Yadında nə qalıb onlar idi? Sonra uşaqlara şərəf ləyaqətinə hörmət etmək. Bəli. Sonra uşaqların təlim tərbiyəsinin inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək. Məktəbə qədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək. Əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək. Daha sonra nə demək olar? Daha sonra Valideynlərin belə deyim də hüquqları hansılardır? valideynlərin hüquqları Yəni bir valideyn olaraq sənin hüququn nədir? məktəbə qədər təhsil müəssisəsini seçmək. Aha. Daha sonra Məktəbə qədər təhsil müəssisəsində təhsil prosesinin təşkili, keyfiyyəti haqqında nə etmək? Məlumat almaq, düzdürmü? Bunları əzbər bilməlisən Səbinə müəllimə. İnşallah gələn dərs birinci mütləq səndən soruşacağam hüquq və vəzifələri. Çünki bir tərbiyəçi müəllim olaraq biz hüquq və vəzifələrimizi əzbər bilməliyik. Yəni hansı mövzunu da əzbər bilməsək, bu mövzunu mütləq əzbər bilməliyik. Yəni bütün mövzulardan ən zəif nöqtəm buradır. Yox, bunları belə deyim də, bu valideynlərin hüquqları necə yadda saxla? İndi Mirandır da, düzdürmü oğlunun adı? Miran bağçaya gedir. Bağçaya gedir. Sən gedirsən, maraqlanırsan onun qidası haqqında, bağça haqqında, müəllimlər haqqında, gedirsən valideynlərlə əməkdaşlıq edirsən və yaxud da yeni şənliklər olsun, Novruz bayramı olsun, gedirsən o tədbirlərdə iştirak edirsən. Bu sənin nədir? Normal olaraq hüquqlarındır da, düzdürmü? Bəli. Hüquqlarındır. Bunları da etmək müəllimin vəzifəsidir. Yəni mən əgər valideyn gəlir uşağı haqqında maraqlanırsa, mən ona məlumat verməliyəm, onunla anlaşıqlı belə deyim də münasibət qurmalıyam, ünsiyyət qurmalıyam, əməkdaşlıq etməliyəm. Artıq bunlar mənim nədir? Hüququm deyil. Bunlar mənim vəzifələrimdir. Deməli, valideynlərin hüquqları mənim vəzifələrimdir.
Daha sonra uşaqların hüquqlarıdır. Yəni bunlar da daha yaxşı yadda saxlamaq üçün uşaqların sevilməkdir, tibbi psixoloji yardım almaqdır. Daha sonra belə deyim də, keyfiyyətli müəssisə ilə təmin olunmaqdır. Bunların hər biri uşaqların hüquqlarıdır. Başa düşülən bir dildən, belə deyim də, özü üçün cümlələr qurub yazsın bir dəftərə. Elə yadda saxlasan çox yaxşı yadında qalacaq. Əsas yəni burada belə deyim də, kitab cümlələrlə yadda saxlamalısan. Müəllimin hüquq və vəzifələri, bir də uşaqların hüquqları. Qalan o valideynin vəzifələridir, hüquqlarıdır. Onu öz dilindən quraşdırıb yadında saxlaya bilərsən. Ki, daha belə deyim də, kitab cümlələri olmasın, amma öz bildiyin cümlələrlə həmin qarşısına belə deyim də, nə vaxtsa test çıxanda və yaxud da sənin kimsə sual cavab eləyəndə özünü itirməyib onlara cavab verə biləsən. Daha sonra keçək indi dərsimizə izah edeyim. İnşallah bu mövzunu da gələn dəfə mütləq səndən soruşacağam. Hüquq vəzifələri. Bəli, bunları əzbər soruşacağam səndən. Daha sonra keçək idrakin inkişafına. Deməli, bizim ikinci məzmun xəttimiz oldu idrakin inkişafı. İdrakin inkişafının da birinci əsas standartı əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. 2.1 bizim olduğu əsas standartımız. Deməli, 2.1.1-də 1-2 yaşda qeyd olunur, öz adını deyir və yaxınlarını sadalayır. Sadəcə öz adını bilir, baxın, 1-2 yaşda. Bir də yaxınlarını sadalayır. Yəni, burada aiddir ata, ana, baba, yəni bunları hələ tam deyə bilməsə də bilir ki, atası hansıdır, anası hansıdır. Yəni, onları sadalaya bilir. Daha sonra 2-3 yaşda özünü, ailə üzvlərini və vətənini adlandırır. Artıq 1-2 yaşda öz adını deyib yaxınlarını sadalayırdısa, 2-3 yaşda özünü, ailə üzvlərini, vətənini adlandırdı. Artıq burada vətəni açar söz olaraq yadınızda saxlaya bilərsiniz. Özünü, ailə üzvlərini və vətənini tam olaraq adlandırır. Daha sonra 3-4 yaşda özü, ailəsi və vətəni haqqında suallara cavab verir. Artıq məsəl üçün uşağa deyirsən ki, sən hansı ölkədə yaşayırsan, sənin prezidentin kimdir, sən hansı rayonda olursan, artıq uşaq yavaş-yavaş bu suallara cavab verə bilir. 4-5 yaşda özü, ailəsi, vətəni haqqında, vətən, ailə, milli mənsubiyyət, özü, əşya və hadisələr haqqında məlumat verir. Artıq 3-4 yaşda cavab verirdisə, 4-5 yaşda artıq məlumat verir. 5-6 yaşda özü, ailəsi və vətəni haqqında dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar, baxın, milli burada bizim açar sözümüz olmalıdır. Milli ordu, milli qəhrəmanlar, milli sərvətlər, tarixi günlər, abidələr. Biz tarixi günləri, abidələri sizcə digər yaş qruplarına aid edə bilərikmi? Xeyr. Hələ 5-6 yaşda olan uşaq yəni bunu gücdən tapıb deyə bilir. Belə deyim də, biz onu yenə 5-6 yaşa aid edə bilərik. Digər yaşlara aid etsək, bu heç də doğru olmaz. Daha sonra milli günlər, abidələr, milli bayramlar, kiçik təqdimatlar edir artıq. Təqdimat 5-6 yaşa aid oldu. Keçək 2.1.2 standartına. 1-2 yaşda sadə suallara reaksiya verir. Baxın, sadəcə reaksiya verdi. Sadə suallara reaksiya verir. Yəni, tam cavab verməsə də reaksiya verir ki, görüm nə deyir, nə demək istəyir mənə, anlamağa çalışır hələ, kəşf etmə dönəmindədir. 2-3 yaşda sadə suallar əsasında danışır. Sizə sual verirsən, sənin adın nədir, sənin neçə yaşın var? Artıq sadə formada danışmağa başlayır. 3-4 yaşda əşyalar və sujetli şəkillər üzrə danışır. Baxın, məşhur cümlələrdəndir belə deyim, bəlkə də testlərdə qarşınıza çıxıb bu. Əşyalar və sujetli, sadə sujetli şəkillər üzrə danışır, 3-4 yaşa aiddir. Sadə sujet burada açar sözdür. Daha sonra 4-5 yaşda müşahidə etdikləri barədə danışır.
müşahidə etdikləri barədə danışırsa, artıq bu 4-5 yaşa aiddir. 5-6 yaşda verilmiş mövzu ətrafında danışır, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Səbəb-nəticə əlaqəsi olduğuna görə bunu biz 5-6 yaşa aid edirik. Daha sonra keçək 2.1.3 standartına. Müşahidə etdiyi əşyaları, geyim, mebel, qab-qacaq, bədənin ayrı-ayrı üzvlərini, baş, burun, ağız, göz, qulaq, əlləri, ayaqları göstərir. Sadəcə göstərir ki, bu mənim başımdır, gözümdür, burnumdur. Yəni biz tərbiyəçi müəllimlər soruşuruq, sənin burnun hanı, qaşın hanı, gözün hanı? Bu artıq 1-2 yaşda yəni olunmalı bir prosesdir, belə deyim. 2-3 yaşda isə müşahidə etdiyi əşyaları adlandırır. Məsəl üçün baxır, deyir ki, bu çaynikdir, bu qəfədandır, bu salfetkadır, bu telefondur. Artıq adlandırır. Həm müşahidə edir, eyni zamanda adlandırır. 3-4 yaşda müşahidə etdiyi əşyaları fərqləndirir. Məsəl üçün baxır ki, bir böyük qəfədan var, bir balaca qəfədan. Həm baxır ki, bu böyükdür, bu balacadır. Bir böyük belə deyim də çaşka var, bir kiçik çaşka var. Bunların ikisini bir-birindən fərqləndirir ki, bu böyükdür, bu kiçikdir və yaxud da bunun rəngi sarıdır, bunun rəngi mavidir. Daha sonra ətraf aləmdə baş verən hadisələri adlandırır. Ətraf aləmdə baş verən hadisələri adlandırır. Bu 4-5 yaşa aiddir, özünüzü çaşdırmayın testlərdə. Biri var müşahidə etdiyi əşyaları adlandırır. Biri də var ki, mən yəni müşahidə edirəmsə, deməli ki, mən bunu qısa bir belə deyim də, kiçik bir yerdə müşahidə edirəm də, düzdürmü? Artıq ətraf aləmdə baş verən hadisələri adlandırıramsa, deməli ki, mən belə deyim də, daha çox mənim müşahidə bacarığım inkişaf edib, daha çox şeyləri mən müşahidə edirəm. Artıq mən hər hansı bir hadisəni görürəm. Bu hadisəni də mən adlandıra bilirəmsə, artıq 4-5 yaşına aiddir. Daha sonra 5-6 yaşda ətraf aləmdə baş verən hadisələr, iqlim, baxın iqlim. İqlim elə burada sizin açar sözünüz olmalıdır. Biz iqlimi nə 4-5 yaşa, nə 3-4 yaşa aid edə bilmərik. Ətraf aləmdə baş verən iqlim, heyvanlar, ev və vəhşi heyvanlar, bitkilər, təbiətdəki mövsümi dəyişikliklər haqqında ilkin təsəvvürləri belə deyim təsvir edir. Daha sonra keçək 2.1.4 standartına. Böyüklərin göstərişi ilə tanış obyektləri göstərir. Böyüklərin göstərişi varsa, bu 1-2 yaşa aiddir. Fikir verin 2.1.4-də ancaq söhbət gedəcək canlı və cansız aləmdən. 2.1.3-də getdi söhbət ətraf aləmdə baş verən hadisələrdən. Burada canlı və cansızdan. Demək, 2.1.4-ün 2-3 yaşında isə canlı, insan, heyvan, quş, bitki və cansız, qum, daş, torpaq, işıq obyektləri adlandırır. 3-4 yaşda canlı və cansız aləmin obyektlərini insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq əlamətinə görə fərqləndirir. Deməli, adlandırdı 2-3 yaşda, fərqləndirdiyi 3-4 yaşda. 4-5 yaşda isə canlı və cansız aləmin obyektlərini tədqiq edərək nəticə çıxarır. Baxın, artıq tədqiq edir, nəticə çıxarır. 2.1.4 standartında canlı və cansız aləmin obyektlərini insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq qruplaşdırır və düzgün davranış qorumaq, mühafizə etmək. Baxın, qorumaq, mühafizə etmək varsa, bu 5-6 yaşdır. Heyvan və bitkilərə qulluq etmək, qiymətləndirmək bacarığı nümayiş etdirir. Keçək 2.1.5 standartına. Sualların köməyi ilə gülü ağacı göstərir, müəyyən heyvanları səsinə görə müəyyənləşdirir. Deməli, sualların köməyi ilə gülü ağacı göstərdi, müəyyən heyvanları sadəcə səsinə görə müəyyənləşdirir. Bu 1-2 yaşa aiddir. 2-3 yaşda ətraf mühitdəki obyektləri xarici əlamətinə görə fərqləndirir. Baxın, ətraf mühitdəki obyektləri xarici əlamətinə görə fərqləndirir. Bu 2-3 yaşa aiddir. 3-4 yaşda isə
isə ətraf aləmdə baş verən proseslərə dair suallar verir və sadə ifadələrlə böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir və s. təsvir edir. Deməli, böyüyür, uzanır, açılır, tökülür, saralır, dəyişir, bunları təsvir edə bilir. 4-5 yaşda isə obyektlərin məqsədi, hadisələr, təbiət, sosial, ekoloji barədə suallar verir və təsvir edir. Açar sözünüz burada ekolojidir. Daha sonra 2.1.5-in 5-6 yaşında isə təqdimat zamanı yaranan problemlərin həll yollarını müəyyən edir. Deməli, tədqiqat zamanı yaranan problemlərin həll yollarını müəyyən edir. Artıq problem həll edə bilirsə, deməli bu daha belə deyim də böyük yaşlı uşağa aiddir. Ən son 5-6 yaşa aid edə bilərik bunu. Daha sonra keçək 2.1.6 standartına. 1-2 yaşa aiddir. Ətraf mühitdə baş verən hadisələri 1-2 sözlə ifadə edir. Baxın, elə açar sözü verib. 1-2 yaş, 1-2 söz. Deyir ki, ətraf mühitdə baş verən hadisələri 1-2 sözlə ifadə edir. Elə 1-2 yaşa da aiddir. 2-3 yaşda özü, yaxınları və ətraf mühitdə baş verən hadisələr haqqında fikrini ifadə edir. 3-4 yaşda gündəlik rast gəldiyi ona tanış olmayan obyekt və hadisələr haqqında məlumat almaq üçün suallar verir. Artıq bu 3-4 yaşa aiddir. 4-5 yaşda gündəlik rast gəldiyi hadisələrin səbəb və nəticə əlaqələrini müəyyən edir. 2.1.6-da isə səma cisimləri, baxın, iqlim burada da var. İqlim varsa, bu mütləq 5-6 yaşa aiddir. İqlim xüsusiyyətlərində soyuq bölgələrdə uzun və soyuq qış, qısa və sərin yay, isti bölgələrdə qışın olmaması, isti yay, orta zolaqda çox soyuq olmayan qış və çox isti olmayan yay, həmin iqlimə uyğun heyvan və bitkiləri fərqləndirmək, gündəlik havada, ilin fəsillərində bir neçə gün, gecə, həftə ərzində olan dəyişikliklərlə fərqli və oxşar cəhətləri, səbəb-nəticə əlaqələrini izah edir. Baxın, iqlimdir, gecə-gündüz anlayışı, yayda belə deyim də, günün uzanması, qışda günün qısalması, yəni bunların hər biri 5-6 yaşa aiddir. İndi sizə belə bir sual vereyim, Mirvar müəllimədir sualım. Bu əsas standartı, belə deyim də, hansı məşğələyə aid edərik? Bu dediyinizi Ümumi hamısını, məsəl üçün da ətraf aləmdir, sadə riyazi təsəvvürlərin inkişafıdır, bədii təfəkkürdür, savad təlimidir. Yəni bu idrak vardırsa, bu məşğələlərdə bunları biz reallaşdırırıq, istifadə edirik. 2.1-i deyirəm mən. 2.1 əsas standartı. 2.1 ətraf aləmlə tanışlıq, əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malikdir. Bu ətraf aləmlə tanışlıqdır. Bəli, düzdür. 2.2 idraki inkişafda, 2.2 nitqi dinləyib anlayır. Bu bədii təfəkkürdür, savad təlimdir. 2.3-də sadə riyazi təsəvvürlərin inkişafıdır. Bəli. İndi keçək onların izahına. 2.2 nitqi dinləyib anlayır, rabitəli danışır, nitq etiketlərindən istifadə edir. 1-2 yaşa aiddir. Dinlədiyi 2.2.1 alt standartı. Dinlədiyi fikrə əsasən hisslərini ifadə edən sadə sözlərdən istifadə edir. Bu 1-2 yaşa aiddir. 2-3 yaşda dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir və bir neçə sözlə ifadə edir. Artıq hərəkətlərini tənzimləyir və bir neçə sözlə ifadə edirsə, bu 2-3 yaşa aiddir. 3-4 yaşda dinləyib anladığını verdiyi sual-cavablarla nümayiş etdirir. Artıq dinləyir uşaq, anlayır, daha sonra sual-cavabla nümayiş etdirir ki, həqiqətən mən bunu dinləmişəm və anlamışam. 4-5 yaşda isə dinləyib anladığı fikirlərə münasibət bildirir. Münasibət artıq 4-5 yaşa aiddir. 5-6 yaşda dinləyib anladıqlarını şərh edir. Şərh sözü burada açardır. Bu da 5-6 yaşa aiddir və bədii təfəkkür məşğələsinə aiddir bu alt standartlar. Daha sonra keçək 2.2.2 standartı. Şəkillər üzrə tanış obyektləri adlandırır.
Baxın, şəkillər üzrə ancaq uşağa belə deyim də şəkillər göstəririk. Burada bananı göstər, almanı göstər. Neynir? Artıq uşaq şəkil üzrə obyektə adlandırırsa, bu 1-2 yaşa aiddir. 2-3 yaşda kiçik həcmli nağıl və şeir söyləyir. Baxın, kiçik həcmli deyir. Yadında qalan. Bu 2-3 yaşa aiddir. Şəkillərin məzmununa əsasən hekayə və nağılları danışır. Məzmununa əsasən hekayə, nağıl 3-4 yaşa aid oldu. 4-5 yaşda şəkil üzrə sərbəst sujetli hekayə tərtib edir. Sərbəst sujetli hekayə tərtib edirsə, artıq bu 4-5 yaşa aiddir. 5-6 yaşda bədii nümunə, müşahidə, şəkillər əsasında fikrini sadə şəkildə şərh edir. Deməli, bədii nümunə, müşahidə, şəkillər əsasında fikrini sadə şəkildə şərh edirsə, 5-6 yaşa aiddir və burada olan cümlələrin də hər biri bədii təfəkkür məşğələsinə aiddir. Daha sonra 2.2.3 standartı inteqrasiya xarakteri daşıyır. 1-2 yaşa aiddir. Böyüklərin təklifi ilə salam, sağ ol sözlərindən istifadə edir. Təkcə salam verir və sağ ol verir. Bu 1-2 yaşdır. 2-3 yaşda nitq etiketlərindən salam, sağ ol istifadə edir. Demək, 1-2 yaşda böyüklərin təklifi ilə, məsələn, uşaqlara deyirik, sağ ol elə, salam elə. Bu 1-2 yaşda, yəni uşaqlara deyirik, biz öyrədirik. 2-3 yaşda artıq onu öyrətmişik deyə özləri bilib edirlər, belə deyim. 3-4 yaşda nitq etiketlərindən bəli, xeyir, çox sağ ol istifadə edir. Bu artıq 3-4 yaşa aiddir. Bəli, xeyir, çox sağ ol. 4-5 yaşda nitq etiketlərindən bağışla, nuş olsun, zəhmət olmasa istifadə edir. Bu 4-5 yaşa aiddir. 5-6 yaşda isə nitq etiketlərindən, baxın, burada daha mürəkkəb cümlələrdir. Buyurun, xahiş edirəm, xoş gəlmisiniz, yaxşı yol, jest və mimikalardan istifadə edir. Daha sonra keçək 2.2.4 standartına. Danışıq səslərini müxtəlif dil vahidlərində heca söz tələffüz edir. Baxın, təkcə heca söz tələffüz etdi, oldu 1-2 yaş. 2-3 yaşda danışıq səslərini müxtəlif dil vahidlərində heca söz, cümlə tələffüz edir. Heca söz oldu 1-2 yaş, heca söz, cümlə oldu 2-3 yaş. Danışıq səslərini müxtəlif dil vahidlərində söz, cümlə düzgün tələffüz edir. Artıq orada 2-3 yaşda heca var idisə, heca silindi, qaldı söz, cümlə düzgün tələffüz edir. Bu 3-4 yaşa aiddir. 4-5 yaşda danışıq səslərini müxtəlif dil vahidlərində heca, söz, cümlə artıq burada neynir? Yerini təyin edir. Yerini təyin edirsə, bu 4-5 yaşa aiddir. Daha sonra hərf və səsləri, səs təhlili üzrə iş, kəsmə əlifba vasitəsilə sözlərin düzülüb oxunmasını fərqləndirir. Fərqləndirmə varsa 5-6 yaşa aiddir. Daha sonra gəlir 2.2.5 standartı. Bu da savad təlimi məşğələsi ilə əlaqəlidir. Danışığında 1-2 sözdən ibarət sadə cümlələr qurur. 1-2 sözü görsəz, hər zamanda belə standartlarda birinci 1-2 yaşa aiddir. 2-3 yaşda danışığında 2-3 sözdən ibarət sadə cümlələrdən istifadə edir. Elə açar sözü içərisində verir. Burada da 2-3 yaş. Daha sonra danışığında 2-4 sözdən. Baxın, 3-4 verməyib, 2-4. 4-dən belə deyim də əvvəl nə gəlir? 3 gəlir. Onunla elə yadınıza saxlaya bilərsiniz ki, 2-4, 3-4. Belə söz ibarət sadə cümlələrdən istifadə edir. Bu 3-4 yaşa aiddir. 4-5 yaşda isə 4-5 cümlədən. Baxın, burada da elə 4-5 yaş cümlələrdən ibarət mətn qurur. 5-6 yaşda isə verilən səs üzrə sözləri seçir, səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur. Bu da 5-6 yaşa aiddir. Daha sonra gəlir 2.2.6 standartı. Bu da inteqrasiya xarakterli standartımızdır. Nitqində böyük, çox sözlərindən istifadə edir.
Baxın, nitqində böyük, çox sözlərindən istifadə edirsə, bu 1-2 yaşa aiddir. Yəni uşaqlar kiçik yaşlarda daha çox belə deyim də çoxa meylli olurlar. Azlıqdan çox, çoxluğu daha tez öyrənirlər. 2-3 yaşda nitqində əşyaların rəngini və formasını bildirən sözlərdən istifadə edirlər. 3-4 yaşda nitqində əlamət, hiss bildirən sözlərdən istifadə edirlər. Bu 3-4 yaşa aiddir. 4-5 yaşda nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edirlər. 3-4 yaşda təkcə əlamət, hiss bildirən sözlər idisə, 4-5 yaşda əlamət, keyfiyyət və hiss bildirən sözlərdən istifadə edir. 5-6 yaşda isə nitqində əlamət, keyfiyyət, hiss bildirən əks və eyni mənalı sözlərdən, şeir, hekayə və nağılın məzmununa uyğun istifadə edirsə, bu da 5-6 yaşa aiddir. Daha sonra keçək 2.3 standartımıza, sadə riyazi əməliyyatları yerinə yetirir. Var burada 2.3.1 standartımız. 1-2 yaşa aiddir. Bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirir. Bir və çox anlayışlarını əşyalar üzərində fərqləndirirsə, bu 1-2 yaşa aiddir. Məsələn, bu bir dənədir, bu çoxdur, bu azdır, bu çoxdur. Artıq bunlar 1-2 yaşa aiddir də, belə deyim. 2-3 yaşda sadə riyazi təsəvvürlərə az, çox, böyük, kiçik malik olduğunu nümayiş etdirir. Artıq az, çox, böyük, kiçik, bu böyük əşyadır, bu kiçik əşyadır, bu azdır, bu çoxdur, bu 2-3 yaşdır. Daha sonra 3-4 yaşda əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Bu da 3-4 yaşa aiddir. 4-5 yaşda əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir. Bu da 4-5 yaşa aiddir. 5-6 yaşda isə əşyalarla 10 dairəsində riyazi əməliyyatları yerinə yetirir. Deməli, 3 dairəsi oldu 3-4 yaş, 5 dairəsi oldu 4-5 yaş, 10 dairəsi oldu 5-6 yaş. Sonra keçək 2.3.2 standartına. Ölçü anlayışını başa düşdüyünü, böyükdür, kiçikdir nümayiş etdirir. Bu 1-2 yaşa aiddir. 2-3 yaşda əşyaları ölçüsünə görə uzun, qısa seçir. Məsəl üçün, bu əşya uzundur, bu əşya qısadır. Artıq bu 2-3 yaşa aiddir. 2.3.2-də isə əşyaları forma və ölçüsünə, uzunluğuna, eninə, hündürlüyünə, qalınlığına görə fərqləndirir. Baxın, burada söhbət 2.3.2-yə fikir versəz oxuyanda, görəcəksiniz ki, ancaq elə ölçüdən söhbət getdi. 2.3.1-də ancaq hesab əməliyyatlarından böyükdür, kiçikdir, yəni belə fərqləndirmədən söhbət gedir. Yəni hər birinin mənasını başa düşsəz, testlərdə də tapmaq asan olacaq sizin üçün. Deməli, 3-4 yaşa aid olduğu əşyaları forma və ölçüsünə, uzunluğuna, eninə, hündürlüyünə, qalınlığına görə fərqləndirir. 4-5 yaşda əşyaları forma, ölçü və sayına görə müqayisə edir. 5-6 yaşda isə əşyaları forma, ölçü, uzunluğu, qalınlığı, hündürlüyü, həcminə görə, baxın, həcm varsa, o mütləq ki, 5-6 yaşa aid olmalıdır, sayına görə qruplaşdırır. Daha sonra keçək 2.3.3 standartı. Burada ancaq həndəsi fiqurlardan söhbət gedəcək. 1-2 yaşa aiddir, 2 oxşar əşyanı seçir. 1-2 yaşda, yəni baxır, ikisi oxşardır, onları seçir. 2-3 yaşa dairə və əşyaları adlandırır. 3-4 yaşda həndəsi fiqurları dairə, üçbucaq, kvadrat adlandırır. 4-5 yaşda həndəsi fiqurları dairə, üçbucaq və kvadrat fərqləndirir. Deməli, həndəsi fiqurları adlandırdı orta qrupda 3-4 yaşda, fərqləndirdi artıq 4-5 yaşda. 5-6 yaşda isə həndəsi fiqurları dairə, üçbucaq, kvadrat, forma və ölçüsünə görə qruplaşdırır artıq. Deməli, adlandırdı 3-4 yaş, fərqləndirdi 4-5 yaş, qruplaşdırdı isə 5-6 yaşa aiddir. Sonra keçək 2.3.4 standartına. 1-2 yaşa aiddir, məkana bələdlikdə ora, bura, ilkin vərdişlər nümayiş etdirir. Məsəl üçün, hara gedirsən, soruşursan kiçik uşaqlardan, yəni 1-2 yaşlı uşaqlardan deyirlər ora.
bura. Yəni tam deyə bilməsələr də ən azından göstərirlər, işarə edirlər ki, mən ora gedirəm, bura gedirəm. Ona görə bunu 1-2 yaşa aid edirik. 2-3 yaşda məkan yuxarı, aşağı, qabaq, arxa anlayışlarını fərqləndirir. 3-4 yaşda məkan, irəli, geri, yuxarı, aşağı, alt, üst. Yəni deməli irəli, geri, yuxarı, aşağı, alt, üst. Zaman anlayışlarından da səhər, günorta, axşam anlayışlarını fərqləndirir. Bu 2-3 yaşa aiddir. 3-4 yaşda isə məkan, irəli, geri, yuxarı, aşağı, alt, üst. Zaman anlayışlarından isə səhər, günorta və axşam anlayışlarını fərqləndirir. Daha sonra 4-5 yaşda məkana, sağ, sol, qabaq, arxa, irəli, geri, yuxarı, aşağı, alt, üst, özünə görə əşyanın yerini müəyyənləşdirir. Zamana görə dünən, bu gün, sabah, səhər, günorta, axşam, yəni bu hərəkətlərin ardıcıllığını təyin edir ki, yəni mən sabah tutalım ki, bağçaya getmişdim, günorta qayıtdım, axşam yatacam, gecə yatanda mənə anam nağıl oxuyacaq. Artıq yəni belə situasiyalı cümlələr görsəz, birinci 4-5 yaşa aiddir. 5-6 yaşda isə məkan, sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə, zamana görə ilin fəsilləri, baxın ilin fəsilləridir, aylardır, təqvimdir, həftənin günləridir, saat ardıcıllığıdır. Bunların hər biri 5-6 yaşa aiddir. Daha sonra 2.3.5 standartı gəlir. Şəxsi təcrübələrinə əsaslanan ilkin bacarıqlar nümayiş etdirir. 1-2 yaşa aiddir. 2-3 yaşda tədqiq etməyə maraq nümayiş etdirir. Hələ ki, yəni maraq nümayiş etdirir, 2-3 yaşdadır. Böyüklərin göstərişi ilə tədqiqat üsullarından ölçmə, müqayisə istifadə edir. Yəni bu cümlələrin hamısı məntiqi riyazi təfəkkür məşğələsində keçəcək. Eyni zamanda alt standartlarda da verilib. Böyüklərin göstərişi ilə tədqiqat üsullarından ölçmə, müqayisə istifadə edir. 3-4 yaş, 4-5 yaşda müxtəlif tədqiqat vasitələrini maqnit böyüdücü şüşə fərqləndirir. Baxın, maqnit böyüdücü şüşə 4-5 yaşa aiddir. Oyun və tədqiqatlar zamanı obyekt və hadisələri öyrənmək üçün elementar ölçü alətlərindən tərəzi, böyüdücü şüşə, maqnit, xəttkeş və s. istifadə edir. 4-5 yaşda təkcə maqnit böyüdücü şüşə oldu. 5-6 yaşda isə artıq tərəzidən istifadə etdiyi böyüdücü şüşə, maqnit və xəttkeş istifadə etdi. Dərsimiz bu qədər idi müəllimələr. Ümid edirəm ki, daha belə deyim də, yadda qalan formada izah edə bildim. Gecəniz xeyrə qalsın. İnşallah ki, siz də öyrənin. Gələn dəfə həm fiziki inkişafı, həm də idraki inkişafını qarışdırıb ikisini birlikdə sual cavab edəcəm. Daha sonra keçəcəyik estetik və yaradıcı inkişaf sahəsinə. Çox sağ olun müəllimə. Xeyrə qalsın. Təşəkkür. Siz sağ olun.